Network marketing niyə insanların çoxunda 3 ay sonra bitir? Çünki insanların çoxu bu sahəyə xəyal ilə girir, sistemlə yox. İlk günlər motivasiya yüksək olur, story paylaşırlar, hər kəsə yazırlar, özlərini gələcəyin lideri kimi hiss edirlər. Amma sonra insanlar cavab vermir, komandaya gələn olmur, yaxın çevrə dəstək olmur və insan başlayır özündən şübhələnməyə. Ən böyük problem bilirsən nədir? Onlara network marketing öyrədilmir. Sadəcə məhsul əzbərlədilir. Halbuki bu sahə insan psixologiyası, satış, kommunikasiya, etibar qurmaq, şəxsi brend və düzgün sistem tələb edir. 3 ay sonra çıxan insanların çoxu əslində uğursuz olmur. Sadəcə yanlış metodla işləyirlər. Çünki bu sahədə qalmaq üçün motivasiya yox, sistem lazımdır. Network yaz, sənə insanların bu sahədə ən böyük yanlışı nədir onu danışım.